Salam, axşamınız xeyir. Hər vaxtınız xeyir olsun hamınızın. Necəsiz? Çoxdandır heç nə çəkmirik. Arada vaxt başlar qarışdı ona görə. Mən istəyirəm qoğal bişirim. Daha doğrusu qoğalları bişirirəm. Yəni qoymuşam, hazırladım. Qoydum qoğallar özünə gəlsin, biraz şişsin, biraz aralı qoymaq lazımdır şişəndə yapışmasın bir-birinə. Və bizim qoğallar biraz qalandan sonra qəşəng özlərinə gəlirlər, şişirlər. Baxın necə oldu. Üstünü yumurtanın anca sarısını, yəni hamı bilir bunu, deməyə ehtiyac yoxdur, amma elədiklərimi deyirəm. Zəhra mənə kömək elədi, yumurtanın sarısını üstünə çəkdik və Zəhra mənə kömək eləyir həmişə belə işlərdə. Bu bildiyimiz ağ küncütdür. Hamısının üstünü küncütədik. Qarası yox idi, çörək otu deyirlər. Ona görə ağ küncütlə elədik. Və qoyuruq qoğalları hamısının üstünü bəzəyəndən sonra qoyduq duxovkaya bişməyə. Hamısını Zəhra qəşəng üstlərini bəzədi. Və qoyduq duxovkaya. Qoğallar getdi bişməyə. Qəşəng gəliblər hamısı. Mən 190-200 dərəcəyə qoyuram. Baxın necə qəşəng şişdilər hamısı. Duxovkadan duxovkaya fərq var. İndi hər öz duxovkasının dilini bilir də, belə deyək. Elə mən 190-200-də bişirirəm. Baxın, qəşəng qızardı, pişdilər. Çox dadlı oldu, xırt-xırtlı. Qəşəng pişdi içi də, çox gözəl idilər. Yəni arada ağız dadınızı dəyişmək üçün bişirək, uşaqlar da yesin. Siz də bişirin. Nuş olsun hamınıza. Like edin. Sağ olun, abunə olun.